Az yatır, çox götür. TikTokda investisiya edən şəxs bu cümləyə aldanaraq dələduzluğun qurbanı olub. Xəzər xəbərin qaynar xəttinə müraciət edən paytaxt sakini Elza Vəliyeva iddia edir ki, TikTok sosial platformasında saxta investisiya səhifələrindən biri onu aldadıb. O bildirir ki, Gülnarə ilə Qazanc adlı səhifəyə əvvəlcə 30 manat göndərib. Daha sonra isə 78 manat. Birinci 30 manat atıldı. Sonra dedilər ki, 1 saat keçdi. Yazdım, gördüm ki, orada mənə nəsə bir şəkil atdılar. Qazancınız oldu deyir 450 manat. Bu 450 manatda deyir çıxartmaq üçün komissiya 78 manatda komissiyası var. Və 78 manatda atdım. Ondan sonra bloka atıldım. Əməlli başlı səhifənin bio yerində rəsmi hesab falan, yəni elə yazılır, insanları aldadırlar. Sonra gördüm ki, bir nəfərin adı ilə 10 dənə, 15 dənə ad açılıb. Əsas da TikTokda, Instagramda yox, TikTokda çoxdur. IT mütəxəssis Əmrah Mövsümzadə deyir ki, dələduzlar şirnikləndirici vədlər verərək insanların pullarını ələ keçirir, daha sonra isə zərər çəkən şəxslərin səhifələrini əngəlləyir. Burada əsas məqsəd insanların tez və asan yolla pul qazanmaq istədiklərindən istifadə edərək onları psixoloji olaraq manipulyasiya etməkdir. Dələduzlar əvvəlcə insanlardan kiçik məbləğlər tələb edirlər ki, etibar qazansınlar, daha sonra isə güya qazancın artdığını göstərərək saxta şəkillər göndərirlər. Növbəti mərhələdə zərər çəkənlər bildirilir ki, pulu çıxarmaq üçün əlavə komissiya və ya xidmət haqqı ödənilməlidir. Əslində isə bu dələduzluğun əsas mərhələsidir. Vətəndaşlar bilməlidir ki, sosial şəbəkələrdə zəmanətli qazanc anlayışı yoxdur. Rəsmi qeydiyyatlı, lisenziyası və hüquqi ünvanı olmayan platformalara pul köçürmək ciddi riskdir. Bu kimi hallarla qarşılaşan şəxslərin Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmələri tövsiyə olunur. Şəbnəm Qurbansoy, Xəzər xəbər.